Deməli, bugün Amerikan kredisin yığılmağını sizə göstərəcəm. Yəni, kim pay lehim eləyə bilirsə, özü bunu evdə eləyə bilər. Deməli, bizim üçün nə lazımdır? Pul sisteminin içində olma, belə 5 ayaq relər var, 4 ayaq, 5 ayaq relər. Bunlardan bir ədəd diod və bir ədəd 16 volt 1000 mikrofaradlıq kondensator. Bunun quraşdırılmaq qaydası necədir? Bax, bu 5 ayaq reledir. Bu 5 ayaq reledir. Deməli, diodun, bax burada, bax bu giriş hissəsidir, bu çıxış hissəsidir. Əlavə eləyirik, bax bu ortaya. Bu ikisinin ortasına əlavə eləyirik və bu ayaq bura baxır, yəni bu xətt bura baxır. Bu kondensatordur. Kondensatorun müsbət ayağı gəlir, birləşir diodun, bax buradakı, bax bu ayağına. Görürsünüz, bax bu rəhli ayaq var ya, bura birləşən relin ortasına, bura. Massa tərəfi isə, massa tərəfi də necə olur? Bax burada görürsünüz, bax bu xətt var, bu xətt massa tərəfidir. Birləşir relinin bu ayağına. Ortada qalan xətt, tək ortada qalan xətt gedir lampaya. Yəni lampanın plusudur. Bu qıraqdakı xətt, görürsünüz, bax burada cızmışam. Patvarnik, yəni qabarit işıq deyək, buna gedir. Və buradakı bu xətt gedir pavarotnikə. İndi yoxlayaq. Deməli, bu bizim lampamız, bu da bizim relemiz. Biz patvarniki vuraq. Bu patvarniki vururuq. Patvarniki vurduq. Biz istəyirik pavarotnik. Pavarotnik xəttdə bilirsiniz də gəlib, yəni miqatlı yandı, bax. Görürsünüz, yəni istəsəniz özünüz bunu evdə yığa bilərsiniz. Kim də bu haqda məlumat istəsə, mənə əlaqə saxlasın. Sağ olun.